Georgi Stinney ABŞ-da 20-ci əsrdə ölümə məhkum edilən ən gənc insandı. Elektrik stuluna bağlanıb edam edildiyində cəmi 14 yaşı var idi. Məhkəmə vaxtı öldürüləcəyi günə qədər günahsız olduğunu deyib həmişə əlində bir İncil daşıyırdı. 11 yaşlı Betty və 7 yaşlı Mary adlı qızları öldürməkdə günahlandırılırdı. Səbəb isə sadəcə onların öldürüldüyü evin yaxınlığında tapılması idi. Məhkəməsindəki bütün cürlər ağdərli idi. Məhkəmə cəmi 2 saat çəkdi və cəza cəmi 10 dəqiqə sonra verildi. Və heç bir tərəddüd edilmədən. Öldürülməzdən öncə Georgi hələ cəmi 14 yaşındaykən valideynlərini görmədən 81 gün keçirtdi. Ailəsi ilə təmas qurması qadağan olunmuşdu. Yaşadığı yerdən 80 kilometr uzaqlıqda onu müdafiə eləməsi üçün bir vəkil belə təyin olunmadan təmtək qalmışdı. Başına 5380 volt elektrik verildi və əzab içində dünyasını dəyişdi. Ölümündən 70 il sonra əslində günahsız olduğu Cənubi Karolinadakı bir hakim tərəfindən isbat olundu. 2 qızın öldürüldüyü alət 19 kiloqramdan daha ağır idi. Buna görə də Stinneyin onu qaldıra bilməsi mümkün değildi. 2 qızı öldürəcək qədər sərt vura biləcək gücü də yox idi. Uşaq günahsız idi, sadəcə qaradərili olduğu üçün bütün günahlar üzərinə atıldı və daha 14 yaşında ikən bəlkə də minlərlə gözəllik yaşayacağı o həyatı əlindən alındı. Stephen King Stinneyin hekayəsini eşidəndən sonra çox təsirlənib 1996-cı ildə Green Mile Yaşıl Yol kitabını yazır, daha sonra isə hamımızın yaxşı tanıdığı eyni adlı film çəkilir. Belə videoların davamı üçün kanala abunə olub bizə dəstək olun.